ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا بالقاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. اتل ما أوحي إليك من الكتاب وأقم الصلاة. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. يا عباد الله، usikum ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahın əmrlərinə itaat edək. Allahın qadağa etdiyi işlərdən uzaq olaq və Allahdan bağışlanmaq istəyək ki, Allah dünya və axirətdə bizləri nicat tapanlardan etsin inşallah. Allah bu mübarək cümə gününü hər birimizə bərəkətli və mübarək qərar versin. Bildiyiniz kimi mən keçən cümə ola bilmədim. Ondan qabaqki cümə namazın əhmiyyəti haqqında danışmışdım və Ənkəbut surəsinin 45-ci ayəsini oxumuşdum. İndi də həmən ayənin bir hissəsini oxudum. Allah Teala buyurur ki, namaz insanlardan çirkinlikleri ve günahları temizleyir. Yani bu hakta ben kısa da olsa toxundum. Ama bu ayəni insan okuyanda bir sıra suallar ortalığa çıkacak ki, insan düşüner bir namaz kılanın günah ettiğini, açıq-aşkar fəsad iş gördüğünü gördükdə deyə bilər ki, Allah Qur'an-ı Kərimdə özü vədə verir ki, namaz insanlardan çirkinlikləri təmizləyir. Niyə bəs o namaz filan kəsdən o çirkinliyi təmizləmir? Görsüz, açıq-aşkar günah edir, baxmayaraq namaz qılır. Bir növ insanın düşüncesinde veya namaz kılmayan biri diyebilir ki, siz değilsiniz, Kur'an'da deyilir, namaz insandan çirkinlikleri temizleyir, insanları günahtan uzak edir. Niye? Bəs filan namaz kılan bu günahın sahibidir, ama namazın ona hiçbir əhmiyyəti yoktur. Belə çıxır, Allah eləməsin, insanın düşüncəsində belə bir vəsvəsə və ya şübhə yarana bilər ki, deməli, estağfirullah, Allahın sözündə doğruluq yoxdur. Amma elə deyil. Yəni, o cür deyil. Namaz insanı çirkinliklərdən və günahdan təmizləyir. Buna qəti şübhəmiz olmasın. Görürsüz, bir xəstə həkimə gedir, həkim onun xəstəliyini təyin edəndən sonra ona bir müalicə üçün resept tərtib edir. O reseptə uyğun deyir, əgər yazdığım kimi bütün dediklərimi və müalicə ilə yanaşı, dəva dərman ilə yanaşı dediğim pəhriz, o işler ki o xəstəliyə zərərdir və o müalicəni zərərsiz edəcək, o pəhrizləri etsən, şimdi burada doktor var da, Allah ömür versin, həmən xəstəlik, yəni bu müalicə ilə və ya bir-iki müalicə ilə aradan gedəcək. Şimdi biri gedir, birine deyirlər, mədən yaradır, içki içmə, içki içir, başka iş görür, məsələn. Bu işi görme, o onun için yani o həkimin veya o dərmanın
heç olması veya səhv olması, yalan deməsi əsas vermir. O insanın öz səhvi və öz günahıdır. Eyni ilə də insanda da bu hal, yəni bu formadadır. Allah vədə verib, amma onun o namaz ki, hansı namazdan söhbət gedir, bir sıra şərtləri də var. Gərək insan o namazı diqqət eləyə və ya onu dərk edə, başa düşə, olduğu kimi onu icra eləyə. Bunun üçün, yəni bu mövzu o qədər geniş bir mövzudur, bilmirəm indi qismət olsa bəlkə gələn mövzuda bu haqda danışdım, amma söz vermirəm. Amma bugün müəyyən qədər çalışaram ki, qısa da olsa müəyyən yerlərə toxunum və hədis və ayələrlə izahlar verin. Baxın, İslam, yəni alimləri əxlaq elmində və bu ayənin təfsirlərinə nəzər salsaq, görərik ki, qeyd edirlər ki, namaz insanı çirkinlikdən çəkindirir. Birinci səbəb ruhsuz namazı qılmaqdır. Yəni, vərdiş halına bəzən insan o namazı qılır. Azan verildi, namaz qılmalıyam. Yəni, o cür vərdişdir. Sübh namazı vaxtı gəlir, adam var, vərdişi olub durmalıdır. Yəni, o vaxtda durur. Daimi ki, və ya şam namazıdır, namaz vaxtı qılmalıyam. Yəni, bəzən insanlar onu vərdiş halında qıldığı üçün onun əhəmiyyətini dərk eləmirlər. Belə deyək, o ruhən ondan faydalanmırlar, qəlbən onu qılmırlar. O hədislərdə də var, bəzən görürsünüz bir adam namazı tez-tez qılır, elə zikirlərdə qısa-qısa deyib, tez qılır, tutarır. Həzrət Peyğəmbər deyir ki, o bizdən deyil. Niyə? Hətta onları qarğa misalı ilə hədislərdə qeyd edir Peyğəmbər Əkrəm. Ki, qarğa görsün, başını yerə vuracaq, qaldıracaq. O bəndən de. Niyə? Çünki o namazın insan həyatında bir faydası olmaz, bir təsiri olmaz. Onun üçün görürsünüz Peyğəmbər o işi namazın sürətlə qılınmağı nəhy edib. Yəni deyib ki, olmaz. Hətta Həzrət buyurur ki, həmən şəxs bizdən deyil. İndi görün nə qədər əhəmiyyətlidir namazı ruhən, qəlbən, aramla. Hətta Möminin surəsində mömin o şəxslərdir ki, namazı xuşu ilə qılar. Yəni aramlıqla qılacaq. Aramlıqla qılanda da insanda bir hal yaranır və o hal da görürsünüz insanı sübh namazın halı zöhrə qədər çatdırır insanı. Zöhrün azanı şama qədər çatdırır. Bu tərzdə görürsünüz bir insanda bir ruhiyyə yaranır. O ruhiyyə də bir neçə gün və ya bir neçə ay insanın belə deyim, mənəviyyatında formalaşanda insan artıq o gözəl bir halı əldə edə bilir. Əmirul Müminin Həzrəti Əli əleyhissalam buyurur ki, namazın bir hissəsi bədənlədir, bir hissəsi isə qəlblədir, yəni ruhladır. Qəlblə, bədənlə qılınan namaz, yəni onun nişanələri, Həzrət buyurur ki, rükü, səcdə və ya namazın digər rükünləri, yəni təkbirlər, rükü etmək, səcdə etmək, qunut etmək və bu kimi şeylər görürsünüz. Bunlar namazın bədənlə icra olunmasıdır. Amma qəlblə olunması Həzrət buyurur ki, həmən insan Allah'ı hiss edir. Qəlblə qılınan namazda bilir ki, kimlə danışır. Yəni məsuliyyət hiss eləyir. Məsuliyyət hiss eləyir. Bilir kimlə danışır, kimlə üzbəüz dayanıb ona təriflər deyir, ona yalvarır, ondan bir şey istəyir. Ki, Həmd surəsinin mənasını bilirsiniz və ya İxlas surəsinin Allahın vəhdaniyyətini, təkliyini yəni etiraf edirsən. Yəni insan bunu dərk etdikdə, yəni qəlblə namaz qıldıqda bunu dərk edir. Əgər bir insan, mən keçən cümələrdə də dedim bu mövzu haqqında, günah onun qabağına çıxdıqda məsuliyyət hiss elirsə, mən bayaq dedim, Allahu Ekber, Allah ən ucadır bir varlıqdır. Yəni bu şeyləri mən bilmirəm, yadınıza gəlir. Onu deyirsə və ya Allah səndən başqa məbud ibadət olunan yoxdur.
Sənin nəfs aldadanda, nəfs deyəndə ki, mənə ibadət elə, deyirsən, axı mən bəyək Allaha dedim, sənə ibadət edirəm. Görürsünüz, insan özü ilə bir hesabat aparır. Qoy bunu da deyim, hansı günah qarşınıza çıxır və sizi o günah aldatmağa, yəni şeytan səy edir, nəfs aldatmaq istəyir, namaz qıldığınızı xatırlayın özünüz özünüzə. Və inanın, qiyamət günü onlar hamısı həkk olunacaq və o namazı o günahdan qorunduğun üçün Allahın huzuruna deyərsən, Allah bu 2 rəkət namazı filan günahla əldə eləmişəm. Yəni, o mənim qarşıma çıxıb onun vasitəsilə bunu zayi etməmişəm, bunu əldə eləmişəm. Yəni, bu kimi şeyləri öz həyatınızda tətbiq eləsiniz, insana müsbət təsiri yaradacaq insanda. Odur, insan qəlblə namaz qıldıqda insan Allahdan utanır və hiss edir ki, kiminlə danışır və buna görə də özünü dəyişməyə, yəni səy edir və dəyişmək istəyir. Bu, yəni Əmirul Möminin ibarəsi ilə desək, yəni namazın 2 forması var, bədən və qəlblə. Bədənlə qılınan namaz hər kəs qılır. Amma qəlblə, indi Allah şeytana lənət eləsin, Allah günahlarımızı bağışlasın. Düzdür, indi hədislərə və fəqihlərin rəylərinə baxsaq, görürsünüz, şeytan bizi yayındırır, fikirlərimiz müxtəlif yer. Amma bəzən olur, bütöv namazın əvvəlindən insan bir axırına qədər fikri dünyadadır. Buradan çıxım, gedim, nə bilim, filan işində alınca, nə bilim, filan işi görüm, filan kəslə belə danışaram, nə bilim. Yəni, bu tərzdə insan olduqda artıq görürsünüz ki, qəlbdə o Allah ruhiyyəsi olmur. Namaz da insana təsir etmir. Həzrəti Peyğəmbər Əkrəm buyurur, namazdan sonra günah edən namazdan heç bir şey götürməmişdir. Yəni, bir insan namaz qıla, çıxa qapıda o günahı icra edə və ya bir neçə saat heç keçməyə, bir neçə dəqiq günah edə, o özü üçün, yəni bilsin ki, o namazdan ona heç bir fayda yoxdur. Niyə? Əvvəlki hədisə və o şərtlərə diqqət eləsə görərik ki, nəyin əlamətidir? Qəlblə namazın qılmamağının və vərdiş halında namaz qılmağımızın nəticəsidir. Əxlaq elmində, yəni alimləri qeyd edirlər ki, namaz mexaniki əməl deyil. Namaz tərbiyə sistemidir. Əgər namaz insanı tərbiyə etmirsə, ya o sistem işləmir, ya da səhv qurulur. Bəzən ola bilsin, bizdə dərk etmə olar namazın əhəmiyyəti haqqında, yəni o qurulan sistem işləyə, amma səhv onu qura bilərik. Və səhv qurduqda da nəticə də mənfiyə doğru gedir. İnsan elə bilir düzdür, amma görsün səhv nəticələrlə namazı heç edir. Bunda da namazın insanın ruhiyyəsində heç bir təsiri olmur. İkinci sərt əsas məsələlərdən biridir ki, namaz niyə bizim həyatımızda müsbət təsir qoymur və ayəyə əsasən Allah Teala buyurur ki, İnne's-salata tənha anil fəhşə vəl münkər. Həqiqətən namaz çirkinliklərdən və günahlardan çəkindirir insanı. İndi bəs niyə çəkindirmir? İkinci şərt budur ki, namazımızı qoruya bilmirik. Baxın, Qur'an-ı Kərimin Bəqərə surəsinin 238-ci ayəsinə və Möminin surəsinin 9-cu ayəsinə diqqət eləsək, görərik ki, namazı qorumaq əhəmiyyətli məsələlərdən. Deməli, əhəmiyyətli olmasaydı, mənim qeydim 2 yerdədir, bəlkə başqa yerlərdə də var və hədislər kifayət qədərdir. Yəni, namazı mühafizə etmək, onu qorumaq zəruridir. Əgər zəruri olmasaydı, bu qədər, belə deyək, diqqət olunmazdı. Hətta Qur'an-ı Kərimin, bunu bilirsiniz, ayələrində namaz qılmayanlar haqqında, düzdür,
Allah Teala buyurur, cennet ehli cehennem ehlinden sorgu sual edecek. Ma selekakum fis sagar. Sizi cehenneme sagara atan nedir? Qalu lem neku minel musallin. Diyecekler ki biz namaz kılanlardan olmadık. Bu vədəni Allah verir. Ama hiçbir namaz kılmayan hakkında veya içki içen hakkında, gıybet eden hakkında Allah demir. Vay olsun içki içenlerin halına, vay olsun namaz kılmayanların halına. Bu böyle bir aya rastımıza gelmiyor. Yoktur Kur'an-ı Kerim'de. Ama namazın korunması o kadar ehemmiyetlidir ki Allah Teala Kur'an-ı Kerim'de buyurur veylul lil musallin, vay olsun namaz kılanların halına. Hansı namaz kılanlar? Ellezinehum an salatihim sahun, vay olsun namazların yüngül tutanların halına. Görürsünüz, deməli namazı zayi etmək, namazı yüngül tutmaqdır. Biri bir yerde kızıl üzüğü tapsın veya her hansı bir kızıl değerli bir şey veya değerli bir pul tapsın, onu götürecek ve onun hakkında aktarış edecek, ona değer verecek. Öyle değil, atmayacak. Ama bir demir görse ki bu demirdir, hiç gümüş de değil, yine görsünüz atırsan onu. Niye? O değersiz bir şey. Ama değerli olan da tez insan onun için seyli. Odur insan gerek değerli olana dikkat ede, dikkatle yanaşa, onu yüngül tutmayan. Odur Allah Teala Kur'an-ı Kerim'de de Bəqərə suresinin 238. ayasında buyurur ki hafizu anis salat, namazlarınızı koruyun. Bunu Allah bize tapşırır. Namazlarınızı koruyun. Deməli korunmasan senin işin çətin olacak. Korunmasan o namaz senin karıva gelmez. Veya Müminin suresinin 9. ayasında buyurur ki وَالَّذ۪ينَ هُمْ عَنْ صَلَاتِهِمْ يُحَافِظُونَ. Müminler o şəxslərdir ki namazlarını koruyacaklar. Deməli namazı koruya bilmirsənsə, mümin olmaqda bir sıra şübhələr ve boşluqlar var. Mümin olmayan insanda, boşluğu olan insanın da yani Allah tarafından korunulması biraz şüpheli, yani sual altında olan iştir. Çünkü Allah senin için yollar ve qaydalar koyuyor. Ona əməl etmeyi emredir. Eğer Allah'ın emrinden boyun kaçırdırsansa, deməli Allah'ı qəzəbləndirmiş olursan veya Allah'ın razılığını elde edebilmirsən. Odur insan gerek ibadetine dikkat ede, namazını koruya, o namaz da insanı pisliklerden ve çirkinliklerden çekindiren. İmam Bakir aleyhissalatu vesselam buyurur ki, ne vaxt namaz sağlam şekilde Allah'ın huzuruna kaldırılacak, bilirsiniz her kıldığımız namaz Allah'ın vekil ettiği melekler vasıtasıyla onlar Allah'ın huzuruna kaldırılır veya təqdim olunur. Yani kaldırılır deyəndə bir sıralarıyla bilir ki Allah göyde oturub estağfirullah, yok. Yani Allah'ın huzuruna aparılacak. Ağ ve eğer o namaz yani düzgün namazdırsa, korunulan namazdırsa, zay olmayan namazdırsa, yani qəlblə qılmısansa, o namazı həqiqətən Allahla bölüşmüşənsə ve Allah'tan almışsansa onu ağ ve parlayan şekilde sahibine taraf kaydacak, ona hitap eder. Məni ki korudun, məni ki bu kadar değerlendirdin, məni içkili meclislere, ne bileyim günahlara ve pis işlere kurban vermedin. Bu şeyleri sen ettiğin için beni sen korudun, saf şeklinde Allah'ın huzuruna çattırdın. Görürsünüz o birinin yanına bir senet aparırsan,
o sənəti görürsüz, o sahibinə qaytaranda, ləkəli eləyəndə və ya onu zay eləyəndə adama nə deyirlər? Sən bir kağızı qoruyub saxlaya bilmədin. Nə gündədir bunu gətirmirsən? Görürsünüz, insanda bir sıra belə deyək, iradlar bildirilir. Eynilə bir namaz da Allahın huzuruna o cür zay gedirsə və ya mələk onu aparırsa o zay namazı adama nə deyəcək? Onun qıldığı namaza bax, onun saldığı vəziyyətə bax. Həzrət buyurur ki, xitab edəcək insana ki, məni ki sən belə qorudun, ehtiram etdin, Allah səni qorusun. Əks halda zay etdiyin üçün deyir, məni ki sən qaraltdın, zay elədin, Allah üzüvü qaraltsın. Namazın, zay olunan namazın insana xitabı bu cür olacaq. Odur, öz namaz və ibadətimizin qədir qiymətini bilməli. Namaz həm də vaxtında qılmamaq namazı zay etməkdir, namazı yüngül tutmaqdır. O, Allah rəhmət eləsin, Ayətullah Şeyx Həsən Nuxudəqi, eşitmişsiniz, ondan daha çox ibrətli kəlamlar var. Deyir, bir cavan gəldi ona, yaxınlaşdı, dedi, ağa, mən 3 şeyi sizdən istəyirəm ki, mənə bir şey örgədin, o 3 şeyi əldə eləyim. Dedi, deginən, nə istəyirsən? Dedi ki, birinci istəyim səndən budur ki, mənə bir şey örgət, Allah mənə həc qismət eləsin, həc. Gedim, Allah evini ziyarət eləyim. Allah sizlərə nəsib eləsin, Allah evini ziyarət eləməyi. Düşünməyin, imkanım yoxdur. Allah mənə haçan qismət edir. Andol Allah elə qapı açır o adam üçün. Heç ağlıma gəlməyən tərzdə Allah nəsib edir. Dedim, mənə bir şey örgət, Allah mənə həcci nəsib eləsin. Dedi ki, cavana dedi ki, namazlarını vaxtında qıl, amma cemaatla. Bilirsiniz də, cemaat namazın faydalarından, əhəmiyyətlərindən biri də nədir? Vaxtında namazı qılırsan. Hər kim gündəlik məscidə gedirsə, cemaat namazı məsciddə gec qılınmır ki. Görürsünüz, vaxtında qılırsan. İnsana faydası budur. Həmən ağa da bu cavana dedi ki, get namazı vaxtında qıl və məsciddə cemaatla qıl. Məscid yox, cemaatla qıl. Dedi, bu şeydir. Dedi, ikinci istəyim budur ki, Allah mənə salih bir xanım nəsib eləsin, mənim uşaqlarımın anası olsun. Dedi, yenə də buna get, namazı vaxtında qıl və cemaatla namazı icra elə, qıl yine. Üçüncüsü dedi, ağam bir şeyim də istəyirəm ki, mənə Allah halal, minnətsiz ruzi əta eləsin, bərəkətli bir ruzi əta eləsin. Yenə də Ayətullah dedi ki ona, get namazı vaxtında və cemaatla qıl. Dedi ona, dedi ki, bu izzəti Allah mənə verib, nəyi verib? Ayətullah Nuxudəqi ağa dedi, bu izzəti, bu belə deyək, şərafəti Allah bizə verib, bunların yəni başında mənim namazım vaxtında qılmağımdır. Ki Allah bu izzət, bu şərəfi mənə verib. Odur. Hədislərdə də var. Həzreti Peyğəmbər Əkrəm buyurur, hər zaman ki, o zaman ki, namazın əvvəl vaxtı gəlib çatar, ilahi ərşin altında bir mələk car çəkəcək. Ey insanlar, xitab edəcək hamımıza azan vaxtı. Biz eşitmirik. Amma bu hədisi deyirəm, sanki azan olanda bu hədisi xatırlayaq və bilək, Allah bizi çağırır, Allah bizim üçün mələklər göndərib. Ey insanlar, namaza hazır olun və onun vasitəsilə özünüz üçün yandırdığınız ateşi söndürün. Baxın, namaz insandan çirkinlikləri,
və pislikləri təmizləyir, günahdan təmizləyir. Hansı namaz? O namaz ki, bu hədis onu izah edir ki, vaxtında qılına. O odur ki, namaza qədər günah eləmirsən, belə deyək, özün üçün cəhənnəm odu hazırlamısan. İmam buyurur ki, Peyğəmbər Əkrəm buyurur ki, namaz vaxtı Allah bir mələk göndərəcək, car çəkəcək ki, deyəcək ki, namazın vaxtı ki, gəldi, yetişdi, namazlarınızı vaxtında qılınız ki, özünüz üçün yandırdığınız odu namaz vasitəsilə söndürün. Allah hamd verə öz izzət cəlalına. Allah Teala bizləri